Salam əziz izləyicilər. Bugün sizlərə 5 iyul tarixində keçirilən blok suallarının izahını verəcəm. Öncə coğrafiya fənninin izahını veririk. Deyir ki, uyğunluğu müəyyən edin, fiziki coğrafi rayonlar və iqlim tipləri. Deməli, qışı mülayim keçən yarım səhra və quru çöl. Biz bilirik ki, əsasən Küraraz, Arazboyu, Abşeron, Qobustan, Acınhor, Ceyran çöl bölgələrində yayılıb. Hansı fiziki coğrafiya uyğun gəlir? Arazboya. Yayı quraq keçən mülayim isti. Biz bu iqlim tipinə Qarabağda, Lənkəranda və Dağlıq Şirvan fiziki coğrafi rayonlarında rast gəlirik. Amma variantlar arasında belə bir variant yoxdur. Bunun heç birini yazmırıq. Qışı soyuq keçən yarımsərra və quru çöl. Biz bu iqlim tipinə əsasən Naxçıvan Muxtar Respublikasında rast gəlirik. Ona görə də hansıdır? Şərr Ordubad. Bir də əlavə olaraq Talışın yüksək dağlığında da var, amma variantda elə bir variant yoxdur. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Böyük Qafqazın cənub yamacı, yəni Zaqatala, Lahıca uyğun gəlir. Və yağıntıları bərabər paylanan mülayim isti, bu da yenə Böyük Qafqazın cənub ətəklərindədir, yəni Zaqatala, Lahıca uyğun gələcək. Deməli, cavabımız C, A, D, Y. B variantı. Daha sonra 32-ci sual. Deyir ki, sxemi tamamlayın. Dəmir filizi hasilatı və neft-qaz hasilatı uyğun gələn qitə və ölkəyi seçməliyik. Bunlar Şimali Amerikada var. Həm dəmir filizi, həm neft-qaz ehtiyatı olan ölkə ABŞ-dır. Yəni variantlardan biri 100% Şimali Amerika və ABŞ olmalıdır. Digərlərindən isə məsələn Liviyada deyək ki, dəmir filizi yoxdur. Daha sonra Niderlandda deyək ki, dəmir filizi ehtiyatı geniş yayılmayıb. Uruqvayda da o qədər də yoxdur, amma Asiya Çin ola bilər. 1 və 5. Daha sonra Laçın, Şərur və Qəbələ inzibati rayonları üçün ümumi xüsusiyyətləri müəyyən edin. Ərazilərindən yeraltı sularla qidalanan çay axır. Məsələn, Laçında Həkəri çayı, Şərurda Arpa çayı, Qəbələdə Türyan çayı, düzdür. Filiz faydalı qazıntı Qəbələdə olmayacaq. İki ölkə ilə həmsərhəddir. Məsələn, bu Qəbələyə aid deyil. Çünki Qəbələ sadəcə Rusiya ilə həmsərhəddir. Və yaxud da Laçın sadəcə Ermənistanla həmsərhəddir. Ərazilərində soyuq iqlim tipi yayılmışdır. Nəzərə alsaq ki, 3 rayonun da böyük bir hissəsi dağlıqdır. Yəni əsasən dağlıq ərazilər var. Ona görə də soyuq iqlim tipi yayılacaq. Yerləşdikləri iqtisadi rayonlarda yay otlaqları zaten dağlıq rayon olduqları üçün yay otlaqları mövcud olar. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşirlər. Yanlışdır, çünki Qəbələ Böyük Qafqaz qalxmasında yerləşir. Kiçik Qafqaz qalxması düşmür. Cavab 1, 4, 5 olacaq. Bizdən də düzgün olanlar istirdi deyə cavab B. Daha sonra deyir ki, sxemdə A, B, C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını və A məntəqəsi ilə C arasında qurşaq vaxt fərqini tapın. Öncəliklə yerləşdiyi saat qurşaqlarını tapaq. A məntəqəsindən başlayaq. 35 dərəcə qərb uzunluğunda yerləşir. Yəni 35-i bölürük 15-ə. Bu eləyəcək 2, qalıq 5. Qalığımız 7 onda 5-dən kiçik olduğu üçün dəymirik. 24-dən 2-yi çıxırıq, eləyir 22. Deməli, A yerləşəcək 22-ci saat qurşağında, elə olmayan variantlar gedir. Daha sonra B, 40 dərəcəyə şərq uzunluğunda 40-a bölürük 15-ə, bölünəcək 3 dəfə, daha doğrusu bölünəcək 2 dəfə, 2 dəfə bölünəcək, qalıq 10, qalıq 7 onda 5-dən böyük olduğuna görə 2-nin üzərinə 1 əlavə edirik, eləyir 3, yəni 3-cü saat qurşağında yerləşir. Və daha sonra C, 75. 75-dəki 15-ə böləndə 5 eləyir. Bu da konkret 5-ci saat qurşağında yerləşir. Əslində cavab çıxır, amma biz yenə də davamını işləyək. Deyir ki, A ilə C arasındakı qurşaq vaxt fərqini tapın. Baxın, qurşaq vaxt fərqini istəyirsə, yerləşdikləri saat qurşaqları arasındakı fərqi tapmaq lazımdır. A 22, B isə 5-ci saat qurşağında yerləşirdi. Deməli, 22-dən çıxırıq 5-i, bu eləyəcək deməli 17. Təbii ki, iki məntəqə arasındakı vaxt fərqi heç bir zaman 12-nin üstündə ola bilməz deyə 24-dən çıxırıq 17-ni. 24-dən də 17 çıxanda qalacaq orada deməli 7 saat. Deməli, məntəqələr arasında 7 saat vaxt fərqi var. Daha sonra 35-ci sual deyir ki, ölkə əhalisinin 25% az saylı xalqlar 4,5 milyon nəfərin isə əsas xalq təşkil edir. Ölkənin ümumi sahəsinin 120 min kvadrat kilometr olduğunu bilərək əhalinin orta sıxlığını hesablayın. Deməli, əgər əhalinin 25% az saylı xalqlarsa, demək 75%-i əsas xalqdır. Bizə isə ümumi əhali lazımdır. Yəni, bizə 100%. Biz 75%-in 4,5 milyon olduğunu bilirik. Bəs bizə nə qədər lazımdır? Bizə bunun 100%-ini tapmaq lazımdır. 100%-ini də tapmaq üçün 4,5-i böləcəyik 75-ə. Vuracağıq 100%-ə.
Bu da hardasa eləməlidir 6 milyon. Deməli bizdə əhali 6 milyondur. Nəyi soruşur? Əhalinin orta sıxlığını. Bəs əhalinin orta sıxlığı necə tapılır? Əhalinin sayı bölünsün ərazinin sahəsi. Deməli sıxlıq bərabərdir. Əhali sayı nə qədər oldu? 6 milyon. Ərazinin sahəsi nə qədər oldu? 120 min kvadrat kilometr. Burada da 4 sıfır burada, 4 sıfır burada gedir. 600'ü 12'ye bölürük. 600'ü də 12'ye böləndə bu eləyəcək 50. 50 eləyəcək. D variantı. Daha sonra verilmiş xüsusiyyətlərin aid olduğu ölkələr istəyir. Okean və dənizə birbaşa çıxışı var. Deməli İsveçrə gedər, Avstriya gedər. Qeyri-istehsal sahələri üstünlük təşkil edir. Demək bu inkişaf etməkdə olan ölkə deyil. Yəni Nigeriyada gedir. Südlük, ətlik heyvandarlıq. Bunda yerləşdiyi iqlim əsasən mülayim dəniz və yaxud da tropik dəniz, yəni rütubətli iqlim olmalıdır ki, Fransa, Danimarka, Almanya kimi ölkələrin bir hissəsi mülayim dəniz iqlimində yerləşir. Yəni 1, 5, 6 olacaq cavab. Daha sonra şərti işarələrə əsasən Azərbaycanın faydalı qazıntı yataqlarını müvafiq olaraq müəyyən edin. Bu polimetaldır birincisi. İkincisi mistir. Üçüncüsü də ki civə. Deyir ki Kastaq polimetal yatağı mıdır? Bəli. Amma Qaradağ mis yatağı, Qaradağda mis yatağıdır. Narzanlı da civə yatağıdır. Elə A variantıdır. Məsələn B variantında deyək ki, Hamamçay mis yatağı deyil və yaxud da Mehmana mis yatağı deyil və yaxud da Şahtaxtı mis yatağı deyil, Nehrəm də heç mis yatağı deyil. Deyir ki, elektrik enerjisi istehsalında SES-lərin rolunun çox olduğu ölkələr. Türkmenistanda İES-dir, Norveçdə SES-dir, Küveytdə yenə İES olacaq, Braziliya SES-dir, Kanada SES-dir. Yəni bu ölkələrdə eyni zamanda çoxlu sayda çaylar var. Livyada da deyil, Fransada da deyil. SES-lər əsasən işarələdiyimiz ölkələrdədir. Cavabımız olacaq 2, 4 və 5 A variantı. Daha sonra 39-cu suala gəlirik. Deyir ki, Euler-Venn diaqramına əsasən uyğun dağları müəyyən edin. Birinci dağ hansı dağdırsa buna A, C, D, F variantları uyğun gəlməlidir. Paleozoy yaşlı dağdır, yəni qədim dağdır. Birinci variantda cavan dağ ola bilməz. Kaynozoyda, daha doğrusu C, aid olduğu materikin şərqində yerləşir. Məsələn, şərq deyiriksə, Skandinaviyonda materikin qərbində yerləşir. Yəni Skandinaviya gedər və yaxud da Ural materikin demək ki, mərkəzi hissələrində yerləşir. D və F inkişaf etmiş ölkənin ərazisində yerləşir. Appalaça gedir, ABŞ ərazisində yerləşir və F şimal yarımkürəsi, bəli. Deməli birincisi Appalaçdır. İkincisi deməli B, Y Kaynozoyda yaranmışdır. Daimi qar xəttinə malikdir. Alpa gedir. D, Y inkişaf etmiş ölkə, bəli. Alp dağları ümumiyyətlə bir çox ölkənin ərazisində yerləşir. Avstriya kimi, İsveçrə, Liechtenstein kimi. Bunların içərisində çoxsu zaten inkişaf etmiş ölkədir. Hətta hamısı inkişaf etmiş ölkədir deyə bilərik. Sloveniya xaric. Daha sonra F qaldı. Bu da şimal yarımkürəsində yerləşir. Hamısı bura gedir. E variantı. Daha sonra 40-cı suala baxırıq. 40-da deyir ki, uyğunluğu müəyyən edin. Litosfer tavalarının ayrılma sərhəddi, toqquşma sərhədi. Ayrılma sərhədində olacaq orta okean silsilələri və rif dərələri, yəni A ilə D. Litosfer tavalarının toqquşmasında isə qırışıq dağlar və novlar yaranır. C, Y. Faylı dağlar olmaz, çünki bunlar əsasən qədim ərazilərdədir. Litosfer tavalarının sərhədləri isə əsasən cavan, mütəhərrik və geosinklinal ərazilər olur. Cavabımız A, D, C, Y olacaq, C variantı. 41-ci sual. İl boyu nisbi rütubətin daha aşağı olduğu məntəqələri, yəni quraq ərazilər seçməliyik. Mümkünsə materik daxili əraziləri seçmək lazımdır. Çünki bu ərazilər kontinental, quraq olur, nisbi rütubətlik aşağı olur. Bir də soyuq cərəyanların təsir etdiyi ərazilər ki, onlarda da adətən səhralar yaranır. Buna da bir uyğun gəlir. Peru cərəyanı, hətta bir Atakama səhrası, 3 böyük səhra, 5 də ki, Turan ovalığına düşür ki, 3-ü də nisbi rütubətin aşağı olduğu ərazilərdə. Cavab 1-3-5 olacaq. Daha sonra 42-ci sual. Dağ kserofit bitkilərin geniş yayıldığı ərazilər. Biz ümumiyyətlə bilirik ki, dağ kserofit bitkilər Azərbaycanın Talış dağlarında və Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Ona görə cavabımız olacaq 3 və 5. A variantı. 43-cü sual. Deyir ki, uyğunluğu müəyyən edin, təbii zonalar və xüsusiyyətlər. Deyir ki, ancaq şimal yarımkürəsində. Codyarpaqlı cənubda da var, savanna cənubda da var, amma tayqa sadəcə şimal yarımkürəsindədir. A getdi bura. Subekvatoral iqlim qurşaqlarında yayılmışdır. Subekvatoral iqlim qurşağı əsasən savanna və seyrək meşələr təbii zonasını əhatə etdiyi üçün B-yə gedəcək. Mövsümi dəyişkənlik müşahidə olunmur. Əslində
bunların hamısında mövsüm dəyişkənliyi biz hiss edə bilirik. Yəni əsasən ekvatorial meşələr təbii zonasında bu demək olar ki, hiss olunmur. Bir də qütb ətrafı ərazilərdə də çox cüzi şəkildə yəni demək olar ki, hiss olunmurdu. Amma digər təbii zonalarda az da olsa hiss olunmur. Məsələn, savannada da hiss olunur, çünki yayı və qışı fərqlidir. Mövsüm dəyişkənliyi biz hiss edirik. İl boyu quraq bu səhraya aiddir. Və burada gördüyünüz kimi səhra yoxdur. Aralıq dənizi sahilindəki cod yarpaqlı meşə və kolluqlardır. Demək cavabımız B, A, E olacaq. O da E variantı. Daha sonra keçirik bu tərəfdə. 44-cü sual. Kəsmə yüksəkliyin 10 metr bərabər olduğunu nəzərə alaraq təpənin nisbi hündürlüyünü hesablayın. Bu bir təpədir. Deməli, daxili horizontalı tapa bilərik. Kəsmə yüksəkliyi 10 metrdir. Bilirik ki, horizontal kəsmə yüksəkliyi qalıqsız bölünməlidir. Yəni 41-dən kiçik olan və ona bölünən rəqəmi tapmalıyıq. Bu da hansı rəqəmdir? 40. Əgər bura 40-dırsa, müvafiq olaraq 30, 20, 10. Bizdən nəyi soruşur? Nisbi hündürlük. Nisbi hündürlük nə idi? Zirvə ilə ətəyi arasındakı hündürlük fərqi. Yəni zirvədən çıxacağıq ətəyi. Bu da eləyəcək 31 metr D variantı. Daha sonra deyir ki, iqlim diaqramının aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün hansı fikir doğru deyil? Demək, birinci diaqram, yəni yağışın sentyabr, oktyabr, noyabr aylarında və sizin qışda düşdüyünü görürük və soyuq iqlim deyil. Deməli, bu mülayim isti iqlimdir. Hansı mülayim isti iqlim? Yayı quraq keçən. Yayı quraq keçən mülayim isti iqlim Azərbaycanda Dağlıq Şirvan, Qarabağ və Lənkəran bölgəsinə yayılır. Fəqət bu diaqram sırf Lənkəran rayonunun diaqramıdır. Daha sonra ikincisi, yağıntının miqdarı çox aşağıdır. Temperaturu mənfiyə düşmür. Demək, bu yarım səhra və quru çöldür. Amma qışı mülayim keçir. Gördüyünüz kimi mənfiyə düşmür. Deməli, bu Bakının diaqramıdır. Üçüncü diaqram yenə mülayim isti iqlimdir. Amma qışı quraq keçən mülayim isti. Diaqram isə Zaqatala rayonunun diaqramıdır. Və dördüncüsünə baxırıq. Bərabər yağıntılı mülayim isti iqlimdir. Diaqram özü isə Quba rayonunun diaqramıdır. İndi fikirlərə baxaq. Bizdən doğru olmayan fikri soruşur. Deyir ki, mülayim isti iqlim 1, 3. Baxıram. 1 mülayim istidir. 3 mülayim istidir. Bu doğrudur, getdi. Filiz faydalı qazıntı yataqları vardır. 2-də və 4-də. Bakıda təbii ki də yoxdur. Ondan sonra 4-dəki Qubadır. Heç Qubada da yoxdur. Elə B variantıdır burada yanlış olan. Sonra meşə landşaftı yazır 1-4. Lənkəranda var. Gedər. Meşə landşaftı formalaşmışdır 1-də və 4-də. Yəni Lənkəranda və Qubada. Düzdür, hər ikisində var. Qafqaz dil ailəsinə aid olan xalqlar yaşayır. 3-də və 4-də Zaqatala, Quba düzdür. Ləzgilər yaşayır. Xəzər dənizdə çıxışı var 1-in və 2-nin. Yəni Lənkəranla Bakının ikisində çıxışı var. Yanlış olan bir dənə B variantıdır. Keçdik 46-ya. Azərbaycanda xarici iqtisadi əlaqələrində mühüm rol oynayan su nəqliyyatı. Bakı-Ceyhan olmaz. Niyə? Çünki boru kəmər nəqliyyatıdır. Ona görə 1 getdi. Bakı-Poti olmaz. Ondan sonra Bakı-Bektaş olar. Çünki Bakı-Bektaş Xəzər dənizi üzərində yerləşən su nəqliyyatı yoludur və Türkmənistana gedir. Bakı-Aktau Azərbaycanla Qazaxıstan arasında su yolu nəqliyyatıdır. Bakı-Astara avtomobil yol xəttidir, olmaz. Bakı-Həştərxan isə yenə Xəzər dənizi üzərindən Rusiyaya gedən dəniz yoludur. Rusiyanın Həştərxan limanı. Deməli, cavab olmalıdır 3, 4 və 6 Y variantı. Daha sonra keçdik 47-ci suala. Deyir ki, dağın ətəyində, okean səviyyəsində havanın temperaturu 20 dərəcə Selsidir. Tamam, yəni burada. Deyir ki, burada yamac boyu hərəkət edən səyyah A və B məntəqələrində havanın temperaturunu ölçdü. Bu məntəqələrdə temperaturu düzgün göstərən qrafiki müəyyən edin. Gəlin A və B məntəqələrində temperaturu tapaq. Temperatur haqqında nə bilirik? Temperatur hər 1000 metrdə 6 dərəcə Selsi aşağı düşür. Deməli, bir başlanğıc məntəqəmiz 0 metr hündürlükdədir. A isə 1500. Gəlin baxaq 1500 metrə havanın temperaturu neçə dərəcə düşəcək? Bunu da necə hesablayacaq? 1500-ü 1000-ə bölüb 6-ya vuracaq. Eləyəcək 1,5 vurulsun 6. Bu da eləyəcək 9. Demək 9 dərəcə daha aşağıdır. 20-dən çıxırıq 9-u. 20-dən də 9-u çıxanda qalacaq bizdə 11 dərəcə. Deməli, A məntəqəsinin havanın temperaturu 11 dərəcə olmalıdır. Daha sonra keçək B. B məntəqəsinin 3000 metr hündürlükdə yerləşdiyini gördük. 3000 ilə 0 arasındakı fərqi tapırıq. 3000 nə edəcəyik? 1000-ə bölüb vuracaq 6-ya. 3000-i 1000-ə böləndə 3, 6-ya vuranda isə eləyəcək 18 dərəcə Selsi. Və B məntəqəsi deməli okean səviyyəsindən 18 dərəcə daha aşağı temperatura malikdir. Yəni 20-dən çıxırıq 18-i. Bu da eləyəcək 2 dərəcə. Demək B məntəqəsində havanın temperaturu 2 dərəcədir. 11 və 2. Yəni D variantı. Ondan sonra davam edirik. Bu neçənci sual oldu? 48-ci sualdır. Xəritə sxemində verilən məntəqələrin yerləşdiyi əraziyə aid olan xüsusiyyətləri müəyyən edin.
Deməli, burada 1-ə yazıb düzən meşə landşaftı. Baxıram, bir şollar düzüdür, düzən meşə landşaftı var. Düzdür, götürərik. 2 gətirmə konusu yazır. Baxıram 2-yə qanı xəriçək varmı gətirmə konusu? Bəli, gətirmə konusu harda yaranırdı? Əsasən dağın ətəyinə yaxın yerdə yerləşən düzənliklərdə. Ağgöl Milli Parkı yazıb 3, baxıram. Yəni Ağgöl Milli Parkı mil düzündə yerləşir, amma 3 salyan düzüdür. Deməli, yanlışdır. Getdi. Vulkanik suxurlar geniş yayılmışdır. 4. Ceyran çöldə xeyir, vulkanik suxurlar geniş yayılmayıb. Sonra tektonik qalxma zonası deyir 5. Baxıram 5 Zəngəzurdur. Tektonik qalxma zonasıdırmı? Bəli. 6 yazıb düz günəş radiasiyasının illik kəmiyyəti azdır. Baxıram 6-ya. Kür ərazidə düz günəş radiasiyası əsasən hakimdir. Yəni fikir yanlışdır. Bu da yanlışdır. Mən nəyi götürməmişəm? 5-i dairə almışam. 1, 2, 5. Cavab C variantı. Bizdə də düzgün olanları istirdi, səhv etmirəmsə, bəli. Daha sonra keçdik 49-cu suala. Deyir ki, doğru fikirləri müəyyən edin. Atlas dağlarında yerləşən bütün ölkələr respublika idarəetmə formasına malikdir. Düşünürəm, burada var Əlcəzair, Mərakeş, Tunis, amma Mərakeş monarxiyadır, yəni yanlışdır. İndoneziya və Türkiyə G20-yə daxil olan ölkələrdir, düzdür. Verxoyansk və Ural dağları ölkələr arasında təbii sərhəd rolunu oynaya bilməz. Çünki bu dağlar bir ölkə ərazisində yerləşir, o da Rusiya. Sərhəd olması üçün ən azından 2 ölkə ərazisində yerləşməlidir. Yanlışdır. Braziliya dövləti Peru və Venezuela dövləti ilə həmsərhəddir. Bəli, unutmayın ki, Ekvador və Çili çıxmaq şərti ilə Cənubi Amerikanın digər dövlətləri ilə qonşudur. Vyetnam Benqal körfəzi sahilində yerləşmir. Çünki Vyetnam Sakit Okean sahilində yerləşir. KXDR, yəni Koreya Xalq Demokratik Respublikası və Laos sosialist dövlətlərdir. Düzdür. Bundan əlavə Vyetnam, Kuba və Çin də sosialist dövlətlər sayılır. 2, 4, 6 olacaq cavab. Yəni B variantı. Daha sonra 50-ci sual deyir ki, verilən xüsusiyyətləri xəritə sxemdə rəqəmlərlə qeyd edilmiş hansı Türk dövlətinə aid olduğunu müəyyən edin. Yazırıq burada 1, 2, 3 və 4. Materik daxili ölkə olsa da, yəni Türkiyə getdi, çay və kanallarla dünya okeanına çıxa bilir. Kanal və çaylarla çıxa bilirsə, bu olacaq Türkmənistan və Qazaxıstan. Nə üçün? Çünki Qazaxıstan həm çayla çıxa bilər, həm də Volqa-Dondan istifadə edə bilər və yaxud da Volqa-Baltikdən, həmçinin Türkmənistan da. Amma Özbəkistan və Qırğızistan getməz. Yəni bu 1-ə və 3-ə aiddir. Çayları iki okean hövzəsinə aiddir. Bu Türkiyədir. Çünki Türkiyənin çayları həm Atlantik okeanına, həm də Hind okeanı hövzəsinə aiddir. Deməli, bu ikinci fikir ilə 2-yə aid olacaq. 3. Əhalinin əsas hissəsi Uyğur qoluna daxildir. Uyğurlara aiddir Özbəklər, Şorlar, Xakaslar və təbii ki, yəni Qazaxlar deyil, Qırğız deyil, Türkmən deyil, Türkiyə türkləri də deyil. Bir də Özbəkistan uyğundur. 5. Dağlıq relyefdəki Qırğızistana gedir. Deməli, 1, 3, 2, 5, 4 olacaq. 1, 3, 2, 5, 4 A variantı. Keçdik 51-ci suala. Deyir ki, doğru sıraları müəyyən edin. Cərəyan Alyaska istidir. Təsir etdiyi ərazi Aleut adaları. Əslində ola bilər. Yenə saxlayım. Mozambik soyuq cərəyan deyil Mozambik getdi. Peru soyuqdur, Atakama səhrası düzdür. Şimali Atlantik isti cərəyandır və İrlandiya adasına təsir edir, düzdür. Gulf Stream istidir, amma Braziliya yaylasına təsir göstərmir. O şimal yarımkürəsindədir. Sonra Somali cərəyanı soyuqdur, amma Şri-Lanka adasına təsir etmir. Əsasən təsir edir elə Somali yarımadasına. Yəni 1, 3 və 4 olacaq cavabımız, yəni B variantı. 52-ci suala keçirik. Deyir ki, uyğunluğu müəyyən edin, nəqliyyat növləri və xüsusiyyətləri. Dəniz, hava, dəmir yolu. Beynəlxalq yüklərin çox hissəsi. Yəni biz zaten deyirik ki, yük daşımada, xüsusən də beynəlxalq yük daşımada birinci yerdə dəniz nəqliyyatıdır, ucuz olduğu üçün. Qitələr arası sərnişin. Sərnişin deyiriksə, təbii ki, sərnişin dəniz yolundan istifadə etməyəcək. Çünki təsəvvür edin də Fransadan ABŞ-yə dəniz yolu nəqliyyatı ilə gedirsiniz. Nə qədər uzun müddət çəkəcək. Halbuki insanlar əsasən başqa xarici ölkəyə səfər etmək üçün hava nəqliyyatından istifadə edir. Yəni burada məntiq də işlədib tapa bilərsiniz. Qərbi Avropa, Şimali Amerika ölkələri arasında yük daşıma, yenə yük daşıma deyir. Və bilirsiniz ki, Qərbi Avropa ilə Şimali Amerika ölkələri iki fərqli qitədə yerləşir. Və arada bir okean var. Deməli, biz burada hansı nəqliyyatdan istifadə edəcəyik? Dəniz yolu nəqliyyatından C. Ən sürətli dinamik təbii ki də hava nəqliyyatıdır. Və hava şəraitindən asılılığı nisbətən azdır. Bəli, məsələn, hava nəqliyyatı asılı ola bilər hava şəraitindən. Dəniz nəqliyyatı da eyni şəkildə. Amma dəmir yoluna bunun çox da aidiyyatı yoxdur. Ona görə Y olacaq. Cavabımız A, C, B, D, A, C, B, D, Y, A variantı. Daha sonra 53-cü sual, açıq suallara keçdik. Dünyanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri istəyir. Çin, Polşa və Rusiyada kartofçuluq inkişaf etmişdir. Bəli, olar.
Qazaxıstan, Argentina və Fransa iri buğda ixracçıları yazıb, amma əslində ixrac edirlər. Çünki özlərinin kifayət qədər buğda hasil edirlər, istehsal edirlər. Dəmi əkinçiliyin inkişaf etdiyi ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylanana bilər. Bəli, zaten dəmi əkinçi əsasən rütubətli ərazilərdə formalaşdırılır. Buğdanın əkin sahələri çay plantasiyalarına nisbətən ümumiyyətlə buğda əkin sahələri həqiqətən çox genişdir. Şəkər çuğundurun əsas istehsalçısı Braziliya, Kuba, Venezuela deyil, bu şəkər qamışı ola bilərdi. Çuğundur əsasən mülayim iqlimdə yerləşən ölkələrdə yetişdirilir. Qaragül qoyunçuluğu mülayim dənizdə deyil. Qaragül qoyunçuluğu əsasən Mərkəzi Asiya ölkələrində, xüsusən də quraq iqlim şəraitində yerləşən ölkələrdə inkişaf etmişdir. Düzgün cavablar olacaq 1, 3 və 4. 54-cü sualdadır ki, xəritə sxemində iştiraklanmış iqtisadi rayonlar üçün ümumi xüsusiyyəti. Burada Lənkəran iqtisadi rayonunu və Naxçıvanı görürük. İndi baxaq. Modul tipli ES varmı? Bəli, məsələn, Astarada var, burada da Naxçıvanda var. Tərkibində olan inzibati rayonların sayı eynidir. Gəlin sayaq. Lənkəranda neçə dənə var? Cəllabad, ondan sonra Yardımlı, Lerik, Astara, Lənkəran, Masalı. 6 dənə. Naxçıvanda neçə dənə var? Sədərək, Şərur, Kəngərli, Babək, ondan sonra Şahbuz, Culfa, Ordubad. Artıq bu 7-yə çıxdı, yəni yanlışdır. Sonra Subab Ab çəmənlikləri yadda saxlayın. Talış dağlarında bu landşaft yoxdur. Dağ sarı torpaq yoxdur. Çünki dağ sarı sadəcə Talış dağlarında var, Naxçıvanda yoxdur. Paleogen yaşlı suxurlar həm Talış, həm də Zəngəzurda olduğu üçün düzdür. Meyvəçilik üzrə ixtisaslaşmışdır da düzdür. Çünki Naxçıvan əsasən çəyirdəkli meyvəçilik, Talış dağları isə əsasən, daha doğrusu ümumiyyətlə Lənkəran iqtisadi rayonu əsasən sitrus meyvəçiliyi üzrə ixtisaslaşmışdır. Keçdik 55-ci suala. Deyir ki, miqyası 1 bölünsün 5 milyon olan xəritədə əsas çay və qollarının uzunluğu 4 cm-dir. Çay şəbəkəsinin sıxlığı isə 0,4 km bölünsün kvadrat kilometr olarsa, stoplayıcı hövzənin sahəsini hesablayın. Deməli, burada mən nəyi bilirəm? Əsas çay və qolların uzunluğu 4 cm-dir. Miqyasda verib. Demək, mən əsas çay və qollarını tapa bilərəmmi? Bəli, tapa bilərəm. 4-ü vuraram. 1, 2 bizə xəritədəki məsafə miqyas verilərsə, həqiqi məsafəyə tapmaq üçün xəritədəki məsafəyə miqyasın məxrəcinə vururuq. Buradan 5 dənə 0-ı siləndə nə qalır? 1 santidə 50 km. Deməli, 50-yə vururuq. 4-ü də 50-yə vuranda eləyəcək 200 km. Deməli, əsas çay və qolları ilə bir yerdə uzunluğu 200 km sayılır. Çay şəbəkəsinin sıxlığı verir. Çay şəbəkəsinin sıxlığı necə tapılır? Sıxlıq bərabərdir. Əsas çay və qolların uzunluğu bölünsün ərazinin sahəsinə. İndi bizdə nələr var? Bizdə sıxlıq var. Yerinə qoyuruq 0,4 bərabərdir. Deməli, ərazinin sahəsi yoxdur. Bura yazıram sahə. Bir də nə verib bizə? Əsas çay və qolları, hansı ki onu hesabladıq, etdi 200 km. Deməli, 0,4 bərabərdir. 200 km bölünsün x. Burada sahə nəyə bərabər olacaq? Sahə bərabərdir. Deməli, 200-ü bölərik 0,4-ə. Bu da bərabərdir. 200-də 0,4-ə böləndə eləyəcək 500. Deməli, stoplayıcı hövzənin sahəsi 500 km sayılır. Cavab 500. Daha sonra deyir ki, doğru sıraları müəyyən edin. Göl, iqlim, yerləşdiyi rayon və yerləşdiyi fiziki coğrafi rayon. Yəni, zaten Candar göl Daşkəsəndə yerləşmir. Ona görə yanlışdır. Ceyran çöldə yerləşir. Gəncə fiziki coğrafi rayonda deyil, yəni. Vatabat, deməli, Şahbuz rayonu, yayı quraq keçən soyuq, günlük qapıcıq bu olar. Maralgöl dağda yerləşir də, yəni necə yarım səhra və quru çöl iqlimi olsun ki, səhvdir. Daha sonra Ağzıbırçala yarım səhra və quru çöl iqlimində yerləşir. Şabran inzibati rayonundadır və Samur Dəvəçi fiziki coğrafi rayonunda düzdür. Acınavur qışı quraq keçən mülayim isti iqlimdə yerləşmir. Xeyr, yəni Acınavur düzlüyündə yerləşir. Burada da yarım səhra və quru çöl iqlimində yanlışdır. Sarısu yarım səhra və quru çöl iqlimində yerləşir. İmişli rayonu ərazisindədir və Küraraz fiziki coğrafi rayonunda da yerləşir. Bizdən doğru olanları istəyirdi. 2, 4, 6. Daha sonra 57-ci sual. Yutlandiya yarımadası, Madagaskar adası və Somali. Ərazisi materikin ucqar nöqtəsi yerləşir. Baxırıq hansıdır? Somali, çünki Afrikanın şərq ucqar nöqtəsi olan Rasafın burnu yerləşir. Ərazisində inkişaf etmiş ölkə yerləşir. Hansında? Yutlandiya. Hansı ki, bu yarımadada həm Almaniya, yəni bir hissəsi Almaniyadır, böyük bir hissəsi isə Danimarka. İkisi də inkişaf etmiş ölkədir. İki işıqlanma qurşağında yerləşməsi üçün ya tropik xətti ya da qütüb dairəsi kəsməlidir. Məsələn, Madagaskar adasını cənub tropik xətti kəsir. Ərazisində mühüm gəmiçilik kanalı yerləşir. Bu Yutlandiya yarımadasıdır. Kanal
kanalın adı da Kil kanaldır, Almaniyaya aiddir. Soyuq okean cərəyanının təsirinə məruz qalır. Bu da ki, təbii ki, Somali yarımadasıdır. Elə eyni adlı Somali soyuq cərəyanının təsirinə məruz qalır. Deməli, 1-də B-D, 2-də C, 3-də A-E olmalıdır. Keçdik situasiyaya. Baxaq, deyir ki, tədqiqatçı Oslo şəhərindən paralel boyunca 2790 km hərəkət etdikdən sonra A məntəqəsinə çatdı. Bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. A məntəqəsi qədim dağ sistemində yerləşir. Bu dağ sisteminin qərbində qədim platformaya aid olan X düzənliyi, şərqində isə cavan platformaya aid Y düzənliyi yerləşir. X düzənliyindən axan ən uzun çay daxili axarsuz hövzəyə, Y düzənliyindən axan ən uzun çay isə Şimal Buzlu okean hövzəsinə aiddir. Gəlin biz baxaq, bu tədqiqatçı təqribən harasıdır? Əslində təqribən söhbət böyük ehtimal Ural dağları, Şərqi Avropa düzənliyi və Qərbi Sibir ovalığından gedir. Yenə də baxaq. Deməli, Oslo şəhərindən başlayıb, yəni 60 şimal enliyi 10 dərəcə şərq uzunluğundan başlayıb və 2790 kilometr hərəkət edib. 2790 kilometr hərəkət edib. Burada siz 60 dərəcəlik paraleldə 1 dərəcəlik qövsünü əzbər bilməli deyilsiniz. Çünki bu məsələni burada bizə verilən saatın hesabına yaza bilərik. Çünki deyir ki, 4 saat irəlidədir. 4 saat da neçə dərəcəyə bərabərdir? 60 dərəcə. Yəni, bu 60 dərəcə şərq uzunluğunda yerləşir ki, London şəhərindən 4 saat irəlidədir. Yəni, biz çıxmışıq hara 60 dərəcə şərq uzunluğuna. Yəni, söhbət 60 şərq uzunluğu, 60 şimal enliyindən gedir və ehtimal Rusiya ərazisindəyik və burada qədim dağ deyirsə, təbii ki, bu Ural dağlardır. Aparılan tədqiqata aid olan xüsusiyyətləri müəyyən edib cədvəl yazın. Təəssüf ki, mən bu sualı yaza bilməyəcəm, çünki bu cədvəl cavab kartında yerləşir. Ona görə digər suala keçirik. Tədqiqatçının başladığı və bitdiyi ölkələrin adı, başladığı yer Oslo şəhəri idi. Oslo bilirik ki, Norveçdir. Bitdiyi ölkə isə Rusiya idi. Deyir ki, hərəkət edilən paralelin 1 dərəcəlik qövsünün uzunluğu. Baxın, burada neçə dərəcəlik bir qövs var? 50 dərəcəlik qövs nə qədərdir? 2790 km. Düzdür. Mən nəyi tapmalıyam? Mən 1 dərəcəlik qövsü tapmalıyım. Bunun üçün də nə edəcəm? 2790-ı böləcəm 50-yə. Bu da ki, 279 bölü 5. 5 eləyəcək. Deməli, 5, 25, 29, yenə 5. Nə qalır burada? 40, o da 5-ə bölünəcək 8. 55,8. Deyəm, məsələnin həllini də bu arada, yəni situasiyada yazmalısınız ki, ona düzgün bal versin. 55,8 dərəcə onun 1 dərəcəlik qövsünün uzunluğudur. Deyir ki, X və Y düzənliklərin hər birindən axan ən uzun çayı. İndi Ural dağlarının şərqində hansı düzənlikdir? Birinci nəyi tapmalıyıq? X qərbində yerləşir. Dağ sistemin qərbində. Deməli, X Uralın qərbində hansı düzənlikdir? Şərqi Avropa. Şərqində hansı düzənlikdir? Təbii ki də Qərbi Sibir. Aha, daha sonra deyir ki, axan ən uzun çay. Şərqi Avropanın ən uzun çayı Volqa çayıdır. Qərbi Sibirin ən uzun çayı isə Ob çayıdır. Daha sonra onların hər ikisində yayılan eyni təbii zonaları, hər ikisində eyni təbii zona tayqadır da, tayqa meşələri, tayqa qeyd oluna bilər. Və bu düzənliklərdə geniş rast gəlinən eksogen relyef formalarını, yəni burada buzlaq relyef formaları olar şimal hissələrində, moren tirələri və təpələri. Əlavə olaraq burada zəngin çaylar var. Məsələn, burada alluvial düzənliklərə də geniş şəkildə rast gəlmək olar. Yəni, bir neçə şey burada qeyd etmək olar. Bu da oldu bizdə situasiyanın cavabı. Ümid edirəm ki, video sizin üçün yararlı olmuşdur. Fikir və iradlarınızı rəy bölməsində bildirə bilərsiniz. Bundan əlavə videonu bəyənib kanala abunə olaraq da mənə dəstək ola bilərsiniz. Sağ olun, təşəkkür edirəm.